Dünyada ən uzun müddətli statistikadır. Ən böyük universitetlərdən məzun olmuş, yaxşı karyerası olan, yaxşı imkanı olan insan həyatda nə istəyir? Bunlar nəyə axtarırlar? Baxıb görüblər ki, 73% deyib ki, bizlər həyatda məna axtarırıq. Yəni mən niyə yaşayıram? Mən niyə işə gedirəm? Mən niyə övladımı böyüdürəm? Mən niyə bu zəhmətə qatlaşıram? Mən niyə bu problemlərə dözməliyəm? Hamı məna axtarır. Mənasız bildiyimiz işi biz görmürük. Sonra bu araşdırmanı narkomanlar üzərində aparıblar ki, insan niyə narkotik vasitələrə qurşanır? Görüblər ki, respondentlərin 100%-i həyatında mənanı itirəndən sonra narkotik arxasınca gedirlər. Bu ola bilsin ki, hədəfi pul olub, ona çatıb, görüb ki, yox, bu axtardığı deyil. Və yaxud da ki, həyatda bir müddət bu bir boşluğa düşür. O boşluqda həyatında, özündə, yaşayışında məna görmür. Yəni mən niyə yaşayıram? Mən ümumiyyətlə burada missiyam nədir? Mən burada nə edirəm? Bu sualın cavabını adam verməyəndə bu adam boşluğu başlayır doldurmağa. Mənəvi boşluğun ağrısı fiziki ağrıdan çoxdur. Mənim əlimi kəsərlər, bu sonradan bərpa olacaq. Ancaq içimdə vicdanım, o özümü tapmamağım, özümü tapmamışam həyatda. O əgər birində varsa, nə ilənsə onu doldurmalıdır. Bəziləri narkotik, bəziləri alkoqolizm arxasınca gedir. Hər bir vasitə ilə onu istəyirlər ki, doldursunlar. Ancaq reallıq budur ki, o narkomanlar ki, yenidən qayıdış eləyiblər, sağlam həyatına qayıdıblar. Görüblər ki, ənənəvi müalicə metodundan nəticə 11%-dir. Məna ilə, terapiya ilə 40%-dir. Deməli, bir narkomana o deri işığı yansın. Onu yandırmaq üçün biz buna başa salmalıyıq ki, sənin həyatın mənalıdır. Sən özün də mənalı adamsan. Yəni, heç nə mənasız deyil. Hər şeydə bir məna var. Bu da mənasız bir axın deyil, sən düşmüsən, gedirsən. Bunu biz ona başa salsaq, həyatına məna versək, Özləri qayıdarlar. özləri qayıdacaqlar. Yoxsa 11% ənənəvi metodla müalicə eləyəndən sonra onlar onsuz psixoloji xaosun içindədir. Bu yenə də qayıdacaq o narkotikə.